Salam, İqtisadi Həftə verilişi efirdədir. Həftənin əsas iqtisadi xəbərlərini sizə mən Orxan Məmmədov çatdıracağım. Daha sonra verilişimizi studiyamızın qonağı ilə davam etdirəcəyik. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdı. Bu sözləri Prezident İlham Əliyev Şimali Makedoniya Prezidenti Gardana Silyanovska-Davkova ilə mətbuata bəyanatla çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanın təbii qaz ixrac etdiyi 12 ölkədən 10-u Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qazla təchiz etmişdi. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur, çünki yerli tələbatı da biz ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən 3 il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq bəyannaməsi bunun əyani təzahürüdür. Bugün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropa tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. İqtisadi Şuranın növbəti iclası keçirilib. Şuranın sədri Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda aqrar sığorta sisteminin təkmilləşdirilməsi və yeni konsepsiyanın müəyyən edilməsi üzrə yaradılmış işçi qrup tərəfindən hazırlanan aqrar sığorta sisteminin inkişafı ilə bağlı fəaliyyət planı, makroiqtisadiyyat və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri, o cümlədən 2024-cü ildə pul siyasətinin əsas nəticələri, bank və sığorta sektoru üzrə əsas göstəricilər və inkişaf trendləri, habelə 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası və işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair birinci dövlət proqramının tədbirlər planı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair 2024-cü ilin hesabatı və digər cari məsələlər geniş müzakirə olunub. 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında hökumətin ötən ilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib. Bildirib ki, 2025-ci ildə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub. İqtisadiyyat naziri Mikayıl Cabbarov İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi Amparo Lopez Sinaviya ilə görüşüb. Görüşdə Azərbaycan-İspaniya Biznes Forumunun iqtisadi ticarət əlaqələrinin, o cümlədən işgüzar dairələr arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Görüş çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədin icrası ikitərəfli biznes əlaqələrini genişləndirmək, investisiyaları artırmaq, texnologiya və bilik transferini, təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməklə əməkdaşlığı şaxələndirməyə töhfə verəcək. Bakıda Azərbaycan-İspaniya Biznes Forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı 90-dan çox şirkətin nümayəndələri iştirak ediblər. Forum çərçivəsində İspaniya şirkətləri üçün enerji və dayanıqlılıq, su, infrastruktur, tikinti və mühəndislik, texnologiya və rəqəmsallaşma mövzularında B2G sessiyaları təşkil olunub. Tədbirdə B2B formatında görüşlər də keçirilib. Eyni zamanda Azərbaycan və İspaniya arasında strateji iqtisadi dialoqun birinci iclası keçirilib. Tədbirdə İspaniya ilə ikitərəfli iqtisadi əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər haqqında müzakirələr aparılıb. Ölkələrimiz arasında bərpa olunan enerji, sənayenin müxtəlif istiqamətləri, dövlət-özəl tərəfdaşlığı, iqlim məsələləri və digər sahələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji dəhlizinin yaradılması üzrə nazirlərin rəhbər komitənin Budapeşt görüşü mühüm nəticələrlə yekunlaşıb. Energetika naziri Pərviz Şahbazov X-dəki paylaşımında belə yazıb.
Layihəyə PMI, yəni Project Mutual Interest ortaq maraqlar layihəsi statusunun verilməsi məqsədi ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Jorgensenə birgə məktubu imzalanıb. Həmçinin Avropa İttifaqının 10 illik şəbəkə inkişafı planına layihənin daxil edilməsi, Bolqarıstanın layihəyə qoşulması və fiberoptik kabel komponent ilə əlaqədar zəruri addımlar razılaşdırıldı. Birgə müəssisəyə texniki iqtisadi əsaslandırma ilə bağlı səlahiyyət və öhdəliklərin ötürülməsi ilə bağlı da müvafiq sənəd imzalandı. Paylaşımda qeyd olunur. Mərkəzi Bank uçot dərəcəsini 7,25% səviyyəsində dəyişməz saxlayıb. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyllərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub. Yanvarda 12 aylıq inflyasiya 5,4% olub. İllik qiymət artımı bu dövrdə ərzaq malları üzrə 5%, qeyri-ərzaq malları üzrə 2,6%, xidmətlər üzrə 8,4% təşkil edib. İllik baza inflyasiya isə 4,3% olub. Mərkəzi Bankdan bildirilib ki, son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunub. Onlayn Azərbaycan mega layihəsinin yekun hesabat tədbiri keçirilib. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi çərçivəsində icra olunub. Son 2 ildə ölkədə geniş zolaqlı internetin orta illik sürəti 1,4 dəfə artıb və 2024-cü ilin yanvar ayına olan məlumata əsasən bu göstərici 66 megabit saniyəni keçib. İşğaldan azad edilmiş ərazilərdə 3500-dən artıq ev təsərrüfatı geniş zolaqlı internet xidmətlərindən istifadə edir. Bunu Aztelekomun baş direktoru vəzifələrinin müvəqqəti icraçısı Həsən Ömərov deyib. Bildirib ki, həmin ərazilərə magistral internet kabellərinin çəkilişi davam etdirilir və köç planına uyğun olaraq yeni texnologiyalar tətbiq olunur. Azal və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Laçında əmək yarmarkası keçirilib. Bu təşəbbüs Böyük Qayıdış proqramı çərçivəsində Laçın əsilli vətəndaşlara 2025-ci ildə fəaliyyətə başlayacaq Laçın Beynəlxalq Hava Limanında iş imkanları yaratmaq və onların hava nəqliyyatı sektorunda karyera qurmasına dəstək olmaq məqsədi ilə həyata keçirilib. Yarmarka çərçivəsində 110-dan çox vakansiya təqdim edilib. Əmək yarmarkasında 100-ə yaxın Laçın sakini iş üçün müraciət edib. Tədbir zamanı iştirakçılara hava limanında iş şəraiti, vakansiyalar üzrə tələblər barədə ətraflı məlumat verilib. Valyuta məzənnələri. Mərkəzi Bankın məlumatına əsasən 1 dollar 1 manat 70 qəpik, 1 avro 1 manat 84 qəpik, 1 Türkiyə lirəsi 5 qəpiyə mübadilə olunur. MT bazarı. Dünya bazarlarında Azərbaycan neftinin 1 bareli 73 dollar 21 sent təşkil edir. Qızılın bir unsiyası 3002 dollar 60 sentdir. Hörmətli dinləyicilər, eləcə də bizi YouTube və Facebook vasitəsilə izləyən tamaşaçılar, həftənin əsas iqtisadi xəbərlərini diqqətinizə çatdırdım. İndi isə verilişimizi studiyamızın qonağı ilə davam etdiririk. Studiyamızın qonağı Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin və sadəcə olaraq Azpromonun icraçı direktorunun müşaviri Sevil xanım Yahyayevadır. Sevil xanım, xoş gördük sizi studiyamızda. Salam, xoş gördük. Və bugün biz Azpromonun fəaliyyəti ilə bağlı söhbət edəcəyik. Ümumiyyətcə, əvvəlcədən gəlin Azprom ilə bağlı danışaq. Agentlik hansı işləri görür, hansı xidmətlər göstərir? Bildiyiniz kimi Azprom 2003-cü ildə təsis edilmişdir və 2003-cü ildə fond olaraq yaradılıb. Daha sonra isə 2018-ci ildə möhtərəm cənab prezidentin fərmanı ilə fondun maddi-texniki bazasında Azpromu publik hüquqi şəxsi yaradılmışdır və o tarixdən bəri agentlik olaraq fəaliyyət göstərir. Dövlət agentliyi olaraq bizim əsas fəaliyyətimiz qeyri-neft ixracının stimullaşdırılmasıdır. Həmçinin də ölkəyə investisiyanın cəlbinə təşviq etməkdir.
Bu məqsədlərə nail olmaq üçün ixrac bazarlarının genişləndirilməsi, Azərbaycan məhsullarının xarici ölkədə tanınması üçün müvafiq fərman var, hansının altındakı Made in Azərbaycan brendi təşviq olunur və bu fərmanda müəyyən mexanizmlər var ki, o mexanizmların icrası Azpromaya həvalə edilib. Bu mexanizmların sırasında alıcı və satıcı missiyalarını qeyd etmək olar, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak, beynəlxalq sertifikatın alınmasında dəstək kimi mexanizmləri qeyd etmək olar. Həmçinin qeyd etmək istəyirəm ki, bu sözü gedən mexanizmların üstündə hal-hazırda müvafiq o normativ sənəd üstündə təkmilləşdirilmə işləri aparılır və həmin mexanizmlərə müəyyən düzəlişlər ediləcək və həmçinin də bəzi əlavə mexanizmlər əlavə olunacaq. Bunların içində ən əsası logistika subsidiyasını qeyd etmək istəyərdim. Bununla yanaşı biz təkcə Made in Azərbaycan əmtəə nişanının təşviqi deyil də həmçinin Azpromaya Made in Qarabağ, Heart of Azərbaycan və Ağdam şərabı əmtəə nişanları da məxsusdur. Son qeyd etdiyim iki əmtəə nişanı daha çox Qarabağ regionunda olan məhsulların mənşəyini İşğaldan azad olmuş ərazilərimizdə. Bəli, o ərazilərdə olan əmtəələrin mənşəyini və keyfiyyətini təbliğ etmək məqsədilə təsis edilmişdir. Ağdam şərab əmtəə nişanı artıq istifadəyə verilmişdir və bunun müvafiq qaydası var ki, hansına ki, sahibkarlar müraciət edərəkdən həmin əmtəə nişanından istifadə edə bilərlər. Made in Azərbaycan və Made in Qarabağ, Heart of Azərbaycan əmtəə nişanları isə qaydaları hal-hazırda tərəfimizdən hazırlanma mərhələsindədir. Bu qaydaları tərtib etməkdə əsas məqsədimiz qeyd olunan əmtəə nişanların həmçində keyfiyyət göstəricisi və keyfiyyət nişanlarına çevrilməsidir. Azpromo olaraq bizim digər bir fəaliyyətimiz də investisiyaların təşviqidir. Dövlət Agentliyi olaraq biz investisiyanın ölkəyə cəlb olunması üçün vahid pəncərə prinsipi əsasına fəaliyyət göstəririk. Yəni ölkəyə investisiya yatırmaq istəyən sahibkarlara ölkədəki investisiya imkanlarından, imtiyazlar barədə məlumat veririk və bizim funksiyamız təkcə ölkəyə investoru cəlb etməklə yekunlaşmır. Daha sonra da həmçinin ölkədə fəaliyyət göstərən investora aftercare dediyimiz sonradan qayğı funksiyasını da yerinə yetiririk. Həmçinin bu investisiya fəaliyyətimizlə bağlı bizim bu yaxınlarda artıq təsis edilmiş bir portalımız var. Investor Azərbaycan Qovaz portalı və o portal vasitəsilə sahibkarlar ölkədəki investisiya mühiti barədə ətraflı məlumat əldə edə biləcəklər. Portal demək olar ki, artıq hazırdır. Yalnızca onun əsasnaməsi hal-hazırda hazırlanıb və təsdiq mərhələsini gözləyir. Həmçinin də qeyd etmək istəyərdim ki, elə bu ilin əvvəlində 22 yanvar tarixində Azpromo tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur. Hansı xidmətlərdir bunlar? Bəli, bu xidmətlər siyahısına beynəlxalq məlumatların təhlil edilərək, məsəl üçün hər hansı sahibkar xarici bazara məhsul satmaq istəyirsə, o bazarların potensial olub-olmaması, əlverişli olub-olmaması barədə sahibkarların sorğusu əsasında onlara məlumat təqdim etməkdir. Digər bir xidmətimiz də xarici bazarlara xidmət və ya məhsul ixrac etmək istəyən sahibkarlara təyinat ölkəsinin idxal qaydalarına bağlı məlumat təqdim etməkdir. Eyni zamanda daha əvvəl qeyd elədiyim bu əmtəə nişanlarının Azpromo tərəfindən verilməsi xidmətidir. Həmçinin də Azpromo əlaqələndirici funksiyanı yerinə yetirir və investorlar, ixracatçılar, hər hansı bir fiziki hüquqi şəxslərlə eyni zamanda dövlət qurumları ilə əlaqələndirmə işini təşkil edir. Sevil xanım, ötən il ölkəmizin qeyri-neft ixracında və qeyri-neft sektorunda cəlb olunan birbaşa xarici investisiyalarda hansı göstəricilər qeydə alınıbdır? Bu barədə zəhmət olmasa. İxrac və investisiya sahəsində müəyyən statistik rəqəmlərə toxunsaq, qeyd etmək istəyərdim ki, 2024-cü ildə əvvəlki illə müqayisədə ixracda artım müşahidə olunub və ümumi qeyri-neft sahəsindəki ixrac 3.4 milyard ABŞ dollarına çatmışdır və bu rəqəmi 5 milyard manatdan çox, yəni. Manat ekvivalenti ilə. Bəli, doğrudur və bu demək olar ki, yeni tarixi rekord hesab oluna bilər. Və qeyd etmək istəyərdim ki, ötən il ölkəmiz 112 ölkəyə qeyri-neft məhsulu ixrac edib. İxrac olunan məhsulların sırasında qızıl, pambıq, lifit, tomat, meşə fındığı, karbamid və xurma kimi məhsulları qeyd etmək olar.
İnvestisiyalarla bağlı müvafiq rəqəmlərə toxunsaq isə 2024-cü ilin ilk 9 ayında Azərbaycan 900 milyon ABŞ dolları dəyərində investisiya cəlb olunub. Bu da əvvəlki illə müqayisədə 3% çoxdur. Amma ümumilikdə ötən il 4.5 milyard ABŞ dolları investisiya təşkil edib. Bu da illik müqayisədə 3.4% çoxdur. Azpromo 2024-cü ildə hansı beynəlxalq forumlar təşkil edib və hansı qlobal sərgilərdə yerli sahibkarların iştirakını təmin edib? Bəli, bizim digər bir fəaliyyətimiz də hansı ki, həm bizim ixrac, həm investisiya fəaliyyətimizi birləşdirən bir digər fəaliyyətimiz və onun təbliğinə kömək göstərən müvafiq beynəlxalq tədbirlərin, sərgilərin, forumların təşkilidir. Və ötən il Azpromo tərəfindən 16 biznes forum təşkil edilib. Təşkil olunan biznes forumlarının arasında Özbəkistan, Macarıstan, Türkiyə, Belarus, Latviya, Tacikistan kimi ölkələrlə həyata keçirilmiş biznes forumları qeyd etmək olar. Həmçinin hökumətlərarası forumları qeyd etsək, 12-ci Rusiya-Azərbaycan regionarası forum, 2-ci Azərbaycan-Özbəkistan regionarası forumu və 2-ci Azərbaycan Körfəz Əməkdaşlıq Şurası İqtisadi Forumu kimi tədbirləri qeyd etmək olar. Və bildiyiniz kimi geridə qoyduğumuz il COP29 tədbirinin keçirilməsi ilə yadda qalıb. Azpromo olaraq biz sözü gedən tədbir çərçivəsində bir sıra forumların və platformaların keçirilməsində fəal, aktiv iştirak etmişik. Həmçinin qeyd eləmək istəyərdim ki, elə il başlanandan bəri də, yəni tərəfimizdən artıq 3 biznes forum keçirilib. Bu Xorvatiya, Pakistan və İspaniya ilə bağlı biznes forumlar keçirilib və il ərzində də digər forumların keçirilməsi də nəzərdə tutulub. Bizim Made in Azərbaycan brendinin təşviqi üçün istifadə etdiyimiz mexanizmlərdən biri bu beynəlxalq yarmarkalarda və sərgilərdə vahid ölkə stendi ilə iştirakdır ki, bu sərgidə iştirak Azərbaycan məhsullarının nümayiş edilməsinə, tanınmasına köməklik göstərir. Qeyd etmək istəyərdim ki, keçən il biz artıq 10 beynəlxalq sərgidə iştirak etmişik və o sərgidə 68 yerli şirkət iştirak edib və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət iştirak edib və ümumi ixrac əməliyyatlarının dəyəri 18 milyon ABŞ dollarına yaxın müqavilə imzalanıb. Qeyd etmək istəyərdim ki, bu ildə Azpromonun sərgi və beynəlxalq yarmarkalarla bağlı proqramı çox genişdir. Elə bu fürsətdən istifadə edib ixrac potensialı olan sahibkarları daha aktiv şəkildə bizim beynəlxalq sərgi və yarmarkalarda iştirak etməyə səsləyirəm. Bundan əlavə qeyd etmək istəyirəm ki, keçən il olduğu kimi Xalçaçı gününə həsr olunan Xalça festivalının keçirilməsi nəzərdə tutulur 2-4 may tarixlərində. Bu festival Azpromo, Azərxalça və İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil olunacaq. Festivalın 2 hissədən ibarət olması nəzərdə tutulur və bu il keçiriləcək festival daha iri miqyasda olacaq. Həmçinin də qonşu ölkələrdən xalça sənəti ilə məşğul olan mütəxəssislərin cəlbi nəzərdə tutulur. Festivalın ikinci hissəsi isə İçəri şəhərdə baş tutacaq və İçəri şəhər keçən il olduğu kimi Azərbaycanın mədəni irsi sayılan xalçalarla bəzəniləcək. Konsert proqramları nəzərdə tutulur. Həmçinin də xalça sənəti ilə məşğul olan üstadların dərsləri baş tutacaq. Həmçinin də bu xalça festivalının keçirilməsinin əsas məqsədi də Azərbaycan xalçalarının dünyada tanınmasına nail olmaqdır və festival çərçivəsində Made in Azərbaycan brendi altında Azərbaycan xalçaçılıq nümunələri nümayiş olunacaqdır. Elə bu fürsətdən də istifadə edərəkdən dinləyiciləri xalça festivalına iştirak etməyə dəvət edirik. Sevil xanım, təşəkkür edirik vaxt ayırıb gəldiyiniz üçün, suallarımıza cavab verdiyiniz üçün. Minnətdarıq sizə. Xatırladım ki, studiyamızın qonağı Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin Azpromonun icraçı direktorunun müşaviri Sevil Yəhiyayeva idi. Bununla da İqtisadi Həftə verilişi sona çatır. Bizim Facebook və YouTube səhifələrimizi izləməyi unutmayın. Sağ olun.